Studiyamızın qonağı Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Biznesə Xidmətlər Departamentinin müdürü Natiq Heydarovdur. Natiq müəllim, xoş gördük sizi studiyamızda. Xoş gördük. Və biz bugün Natiq müəllimlə innovativ sahibkarlıq və startap şəhadətnaməsi mövzularını müzakirə edəcəyik. Elə ilk sualımı vermək istərdim bu mövzuda. Azərbaycanda ümumiyyətlə startap ekosistemi 10 il əvvəl və indi necədir? Hansı fərqlər var? Təşəkkür edirəm Orxan müəllim. Mən birbaşa olaraq sualınıza keçməmişdən əvvəl ilk növbədə bütün dinləyicilərimizi salamlayıram və eyni zamanda bir məsələni də qeyd edeyim ki, may ayında sizin 5 yaşınız tamam olur və sizə belə deyim də fəaliyyətinizdə uğurlar arzu edirəm və eyni zamanda bütün əməkdaşları bu ad günü münasibətilə təbrik edirəm. Təşəkkür edirik. Bir sualınıza keçəndə isə Azərbaycan startap ekosistemi bildiyiniz kimi son 10 ildə əhəmiyyətli dərəcədə inkişaf eləyib. 2010-cu illərin əvvəllərindən baxsaq, deməli başlanğıc mərhələsində olan bu inkişaf son bir neçə ildə həddindən artıq sürətlənib. Biznes mühitin yaxşılaşdırılması, texnoloji yeniliklərin həyatımıza sürətlə daxil olması istər-istəməz startapın dəyərini və ona olan əhəmiyyətini bir daha belə nümayiş etdirir. Ümumiyyətlə Azərbaycanın qlobal texnologiya mühiti ümumiyyətlə inteqrasiyası və son illər bu istiqamətdə müşahidə olunan inkişaf startap ekosisteminə də təsirsiz ötüşməyib. Nəticədə isə ümumiyyətlə qeyd edeyim ki, İKT məhsullarına və eyni zamanda texnologiyalarına, eyni zamanda onlayn platformalara artan tələbat texnoloji startapların ümumiyyətlə sayının artmasına gətirib çıxartmışdır. Bundan başqa qeyd edeyim ki, yəni bu startapın inkişafı üçün bir çox vacib dövlət dəstəyi mexanizmləri mövcuddur. Misal olaraq qeyd edeyim ki, 2021-ci ildən etibarən artıq biz tərəfindən bir dəstək mexanizmi var ki, hansı ki startap şəhadətnaməsi adlanır. Həmin o startap şəhadətnaməsinin verilməsinə başlayıb. Təkcə yəni bu dəstək mexanizmindən də kifayətlənmirik. Bundan başqa ümumiyyətlə startaplara qrantların verilməsidir. Ondan sonra onların məhsullarının sərgilərə çıxarılması məsələləridir və eyni zamanda startap inkişaf mərkəzində qeyd etmək olar. Bütün bu proseslər həm də kölgədə qalmış startapların üzə çıxmasına da bir növ təsir edir. Bu səbəbdən də bu bir neçə ili startapların sürətli inkişaf kimi dövrü kimi xarakterizə etmək olar. Bəs dövlətin təşviq alətlərinin startap ekosisteminin inkişafına təsirini necə qiymətləndirirsiniz? Ümumiyyətlə qeyd edeyim ki, dövlətin müxtəlif təşviq mexanizmləri, yəni startap ekosisteminin inkişafı üçün müxtəlif dəstək mexanizmləri vardır ki, bu dəstək alətlərinə əsasən mən qeyd edeyim ki, startapların yaranmasıdır, onların inkişafıdır, daha sonra inkişafdan sonra isə startapların bazara uğurlu inteqrasiyası mərhələləridir. Yəni bu 3 dənə mərhələ əsasən startapın ümumi mərhələsini qeyd etmək olar. Ümumiyyətlə bundan başqa qeyd edelim ki, startaplara ümumiyyətlə qrantların verilməsidir, güzəştli kreditlərin verilməsidir, investisiya dəstəyinin verilməsidir. Bundan başqa texnoparklar və eyni zamanda inkubasiya mərkəzlərinin, startap ofislərinin ümumiyyətlə startaplara ödənişsiz olaraq təqdim olunmasıdır. Sonra bundan başqa texniki dəstəkdir, mentorluqdur və təlimləri ümumiyyətlə qeyd etmək olar. Qeyd edeyim ki, bu startaplarla dəstək istiqamətində ölkənin bir çox belə deyim də qurumları da vardı. Bunlardan biri elə Kiçik və Orta Biznesin İnkişaf Agentliyidir. Bundan başqa İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Və digəri ASAN-ın tərkibində İnnovativ İnkişaf Mərkəzi qurumları vardı ki, bunlar birbaşa olaraq startaplara dəstək yönümlü proqramlar həyata keçirdirlər. Ümumiyyətlə qeyd edelim ki, bu sevindirici haldır ki, təkcə dövlət qurumları deyil və eyni zamanda dövlət qurumları ilə yanaşı özəl sektorlarda startaplara daha çox maraq göstərirlər. Bunlarda məsəl üçün qeyd edelim ki, özəl sektor bu prosesdə kənarda qalmamaqla yanaşı, məsəl üçün qeyd edelim ki, mobil rabitə operatorlarıdır, sonra banklardır, sonra Azərbaycanda fəaliyyət göstərən digər məsələn transmilli neft şirkətləri və digər sahibkarlar da bu prosesdə aktiv iştirak edirlər. Startap şəhadətnamələrindən danışdınız. İstərdim bu haqda daha ətraflı danışaq. Biz mütəmadi olaraq iqtisadi həftə verilişində məlumat veririk startap şəhadətnaməsinin verilməsi haqqında. İstərdim siz də bu haqda danışasınız. Ümumiyyətlə indiyə qədər vəziyyət nə yerdədir, nə qədər müraciət olub və ümumiyyətlə maraq necədir bu şəhadətnamənin əldə olmasına?
Qeyd edeyim ki, startap şəhadətnaməsi alınması ilə bağlı ilk növbədə statistikaya müraciət eləyək. Bildiyiniz kimi, ümumiyyətlə 2021-ci ildə startap şəhadətnaməsinin alınması ilə bağlı bu dəstək mexanizmi fəaliyyətə başlayıb. İndiyənədək ümumiyyətlə kiçik və orta biznesin inkişafı agentliyinə sözdə gedən dəstək mexanizmlərindən istifadə üçün götürsək 1 aprel 2026-cı ilin tarixinədək 522 ümumi olaraq müraciət daxil olub. Həmin müraciətlərin 263-ünə təxminən bunu da götürsək faizlə nisbətini 50%-nə qədər yarı-bayarı bəli startap şəhadətnaməsi almışdılar müraciətlərdən. Və bu edilən müraciətlərin sayı və eyni zamanda təqdim olunan şəhadətnamənin sayı əsasən qeyd etməyə əsas verir ki, ölkədə startap ekosisteminin formalaşmasına, innovativ düşüncənin genişlənməsinə və eyni zamanda sahibkarların yeni imkanlardan faydalanmağa daha çox maraq göstərirlər. Bu isə iqtisadiyyatın əlbəttə ki, şaxələndirilməsinə və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm göstəricidir. İstərdim startap şəhadətnaməsinin əldə olunması məsələsinə toxunaq. Ümumiyyətcə, bu şəhadətnaməni əldə etmək üçün sahibkarlar hansı hazırlıqlar görməlidir, nə etməlidir? İlk növbədə qeyd edeyim ki, startap birinci ümumiyyətlə sahibkar özünə sual verməlidir ki, o həqiqətən də onun layihəsi startapdırmı? Bunu müəyyənləşdirilməlidir. Startap şəhadətnaməsinə müraciət etməzdən əvvəl eyni zamanda ilk layihələrindən innovativliyini daha çox diqqət eləmək lazımdır. Sonra bazar potensialının aydın şəkildə müəyyənləşdirilməsi məsələsidir. Sonra bundan başqa yeni təqdim olunan məhsul və yaxud da ki, bu xidmət mövcud bazarda ümumiyyətlə yeniliyə gətirirmi? Yenilik ümumiyyətlə nə kimi yenilikdə innovativlik var? Və yaxud da ki, belə deyim də, yəni hansı problemin həlli üçün yeganə yol üsuludur. Ondan başqa rəqabət üstünlüyü həqiqətənmi yaradırmı? Bu suallara ümumiyyətlə bir necə cavab verəndən sonra həmin sahibkar artıq startap şəhadətnaməsinin alınması üçün başlaya bilər artıq müraciət eləməyə. Bununla yanaşı ümumiyyətlə qeyd edeyim ki, bu qeyd elədiyim məsələlərlə yanaşı sahibkarın ümumiyyətlə aydın biznes modeli olmalıdır və ondan sonra onun bir inkişaf strategiyası və eyni zamanda maliyyə planı olmalıdır. Bundan başqa layihənin ümumiyyətlə gəlir modelidir, hədəf bazarıdır, ümumiyyətlə müştəri auditoriyasıdır, böyümə perspektivləri konkret şəkildə, yəni onların hamısı hazırlanmalıdır. Texniki baxımdan isə əlbəttə ki, burada hüquqi qeydiyyat məsələsidir və eyni zamanda onların təsis sənədləri məsələsidir və onun təqdimat materiallarının hazırlanmasıdır və digər tələb olunan ümumiyyətlə məsələlər əvvəlcədən təqdim olunur. Təqdim olunandan sonra çoxdur ümumiyyətlə bu sənədlər? Sənədləri ümumiyyətlə çox deyil, hansı ki bu bundan başqa da ki, ümumiyyətlə sənədlər təqdim olunanda onların üçün bu sahibkarın adının və yaxud da ki, həqiqətənmi sahibkardırmı, bu sənədlər əsasən tələb olunur. Elə də yəni çox deyil, sahibkar mən danışdıqca sahibkarları elə də gözlərini qorxutmasın da, nəzərə alın ki, yəni bayaqlam qeyd elədim, statistikaya nəzər salsaq, yəni həddindən artıq çox müraciət edən sahibkar var. Bu sənədlərin hazırlanmasında heç bir çətinlik yaratmır və eyni zamanda elə bir sənədlər də var ki, artıq biz onları birbaşa olaraq sahibkardan almırıq. Artıq belə deyim də, özümüz digər bir dövlət qurumlarından artıq inteqrasiya olunmuş halda biz o sənədləri əldə edə bilirik və sahibkardan heç nə bu barədə daha çox məsələn yüklənməsinə və yaxud əlavə vaxt ikisinə səbəb olmasın deyənə onlardan istəmirik. İstərdim mərhələ məsələsini dəqiqləşdirək. Ümumiyyətcə, startap şəhadətnaməsi əldə etmək üçün hansı mərhələdə müraciət etmək daha yaxşı olar, daha faydalı olar? İdeya mərhələsində yoxsa artıq gəlir mərhələsində? Gəlin məsələyə ümumiyyətlə bir yanaşma eləyək ki, startap şəhadətnaməsi sahibkar üçün nə kimi bir güzəştdir. Nəzərə alsaq ki, məsələn 3 il ərzində onları innovativlik 3 il ərzində onların innovasiya sayəsində əldə etdikləri gəlir mənfəətdən azad eləyir. Bu hissəyə baxanda artıq sahibkar özü düşünməlidir ki, biz nə üçün müraciət edirik startap şəhadətnaməsinə və nə kimi oradan belə deyim də, yəni güzəştlər imtiyazlar əldə edəcəyik. Bu baxımdan ümumiyyətlə startap şəhadətnaməsi qeyd edeyim ki,
yeni ideya artıq formalaşandan sonra, eyni zamanda məhsul və ya xidmət üzrə ilkin model ümumiyyətlə hazırlanandan sonra bazardır, sonra kommersiyalaşdırılmış mərhələsində keçid başlayıbsa, artıq bu barədə artıq müraciət edə bilər. Amma sizin sualınıza birbaşa ümumiyyətlə qeyd edeyim ki, qeyd elədiniz ki, ideya mərhələsində yoxsa ümumiyyətlə gəlir mərhələsində bu sahibkarın özünün istəyinə uyğun olaraqdır. Nə üçün mən onu qeyd edeyim? Ümumiyyətlə güzəşt əldə edilməsi məsələsində sahibkar baxır görür ki, hansı istiqamətdə yanaşır məsələyə. Birinci növbədə ümumiyyətlə sahibkar birbaşa olaraq əgər bu güzəştlərdən istifadə edirsə, o zaman əlbəttə ki, bundan gəlir mərhələsində müraciət etməyi onun üçün daha çox üstünlükdür. Yox, əgər nəzərə alsaq ki, bu startapdır və ilkin mərhələdə artıq ideyanı formalaşdırıb və onun bu güzəştdən əldə etmək istəyirsə və eyni zamanda bu startap ekosisteminə giriş etmək istəyirsə, əlbəttə ki, o ideya mərhələsində müraciət etməyi onun üçün daha uğur qazandırar. Bəs ümumiyyətcə indiyə qədər verilən şəhadətnamələrin belə deyək, daha çoxu hansı istiqamətə əhatə edir? Bu haqda məlumat verərdiniz? Qeyd etdiyim kimi bayaqlarım ki, indiyəndəki ümumiyyətlə 263 ümumiyyətlə mikro və kiçik sahibkarlıq subyektinə startap şəhadətnaməsi verilib. Sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətlərinə əsasən isə qeyd edeyim ki, burada maliyyə texnologiyalarıdır, logistika xidmətidir, elektrondur, ticarətdir, innovativ həlləri özündə ehtiva edən müxtəlif onlayn platformalardır və eyni zamanda mobil tətbiqlərdir. Əsasən istiqamətlər bunlardan ibarətdir. Artıq demək olar ki, yavaş-yavaş dünya iqtisadiyyatı yaşıllığa doğru keçmək üzrədir. Ümumiyyətcə, fikrinizcə startaplar yaşıl iqtisadiyyata keçidi necə dəstəkləyir? Qeyd edeyim ki, burada digər bir tərəfdən dövlətin özünün bir baxışı da burada əsas önəm verir. Mən qeyd edeyim ki, ümumiyyətlə iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə və eyni zamanda azalan təbii ehtiyatların səmərəli istifadəsidir, artan tələbatın ümumiyyətlə qarşılanması. Əlbəttə ki, bu məsələlər startapların daimi olaraq diqqətindədir. Yerli startaplar mütəmadi olaraq bu cür innovativ layihələrin, yəni yaşıl iqtisadiyyat və eyni zamanda iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməyə həmişə çalışıblar. Ümumiyyətlə qeyd edeyim ki, startaplarımız bərpa olunan enerjidir, enerji səmərəliliyidir və eyni zamanda agrotexnologiyaların ekoloji ümumiyyətlə maarifləndirmədir, tullantıların idarə olunmasıdır və bu sahədə çox geniş ətraflı məsələn qeyd eləmək olar ki, bu layihələrin ümumiyyətlə istiqamətində çoxlu belə müraciətlər gəlir və eyni zamanda müraciətlərə də baxanda həqiqətən də baxırsan görürsən ki, doğrudan da içlərində deməli real olaraq ideya formalaşdıran layihələr mövcuddur. Bildiyiniz kimi ümumiyyətlə COP29-un Azərbaycanda keçirilməsi ölkənin iqlim dəyişikliyi mübarizədə ümumiyyətlə qlobal bir səylərə verdiyi dəstəyi nümayiş etdirir. Yəni burada da artıq regionda ətraf mühit problemləri də daha çox ümumiyyətlə diqqətə cəlb eləyir. Və startapların özləri də bu baxışdan irəli gələrək artıq yaşıl innovasiyalar və yaşıl iqtisadiyyat konsepsiyasına diqqətləri daha çox artırır. Qeyd edeyim ki, ümumiyyətlə startap şəhadətnaməsinə baxanda biz onların tərkibində müraciət edən layihələrin sayında hardasa 15-dən çox startap şəhadətnaməsi sırf bu sahədə verilib və bununla yanaşı qeyd edeyim ki, grant hissələri də var ki, məsələn, hansı ki Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin dəstək mexanizmidir, həmin o grant layihələri 37 ümumiyyətlə layihəyə, bu yaşıl iqtisadiyyata aid 37 layihəyə grant verilmişdir. Grant verilibdir. Çox gözəldir əslində. Bəs yenə də biz az öncə qeyd etdiniz ki, təxminən yarı-yarı, yəni startaplara belə deyək, yaşıl işıq yandırılır. Bəs o startap şəhadətnaməsi əldə etməyənlər səbəb nə olur adətən? Yəni niyə imtina edirsiniz? Qeyd edelim ki, ümumiyyətlə startap şəhadətnaməsinin alınması üçün müəyyən bir prosedur var. Həmin o proseduru keçəndə ümumiyyətlə orada ola bilər ki, məsəl üçün startap şəhadətnaməsi, məsələn, təxmini olaraq açıqlayım, hamıya da aydın olsun. İlk növbədə statistikanı təxmini qeyd edeyim. Startap şəhadətnaməsi almaq üçün ümumiyyətlə müraciət etmiş hardasa bir sahibkarların 150-yə yaxını artıq imtina səbəbi alıb. Yəni bunların içində ümumiyyətlə qeyd edeyim ki, o səbəblər onlar üçün qeyd olunur, düzdür? Əlbəttə ki, məsələn, onların hamısına ümumiyyətlə ilk növbədə qeyd edeyim ki, bu startap
startap şəhadətnaməsinin alınması üçün bu prosedur Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş startapın müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Startapın müəyyən olunması üçün həmin o meyarlara uyğun olaraq qeyd edim ki, burada müraciət olunur. Ümumiyyətlə digər bir prosedurlar hamısı orada qeyd olunub, yəni onlarla tanış olmaq olar. Mən ətraflı bunu qeyd eləmirəm ki, çünki vaxt itkisi olmasın. Amma əsas nöqtə bir hissə var ki, hansı ki ekspertlər şurası var burada. Ekspertlər şurası əlbəttə ki, onlar da kollegial bir qurumdur və eyni zamanda qeyd edim ki, burada sırf kiçik və orta biznesin inkişaf agentliyi orada deyil. Digər müxtəlif qurumlar və eyni zamanda orada azad ekspertlər də var. Müraciət etdikdən sonra bütün sənədləri uyğun olduqdan sonra bir ay ərzində ekspertlər şurasının ümumiyyətlə belə deyim də qarşısında həmin o sahibkar təqdimat eləyir. Təqdimat edən kimi orada da çoxlu ümumiyyətlə suallar da yaranır və eyni zamanda onlara aydınlaşdırılma məsələləri üçün əlavə suallar da verilir və bundan sonra ekspertlər şurasının qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə də həyata keçiriləndə orada meyarlar məsələsi var ki, tutaq ki, məsələn, layihənin innovativliyi qeyd edelim. Layihə əgər innovativ olmadığı təqdirdə, yəni ekspertlər şurasının startap onunla bağlı və yaxud da ki, burada elə bir şeylər də olur ki, məsələn, güzəşt məsələsini eşidirlər, amma bunun o digər bir tərəfini maraqlanmırlar ki, bu startap olmalıdır. Müraciət eləyirlər, müraciət eləyən zaman onlar da fikirləşirlər ki, bəli, mən özümün biznes fəaliyyətindən 3 il ərzində gəlir mənfəət vergisindən azad olunum. Bu cür müraciətlər olur ki, onların özlərindən imtina olunur və burada digər bir məsələ isə prosedura başlamamışdan əvvəl nəzərə almaq lazımdır ki, bura müraciət edənlər mikro və kiçik sahibkar olmalıdır. Elə sahibkarda bir də gözsüz müraciət eləyir ki, heç ümumiyyətlə müraciət etdiyi təqdirdə artıq orta sahibkar olması müəyyən olunanda artıq imtina verilir ona. Bu cür hallar baş verir. Yəni bu hallara görə də yəni startap şəhadətnaməsinin verilməsindən imtina olunur. Bəs bir şirkət eyni layihə üzrə təkrar startap şəhadətnaməsi ala bilərmi? Bax, qeyd edəyim kimi, ümumiyyətlə imtina alınmış startapların müraciətlərinə əsasən bəzən olur ki, çatışmayan məsələlər olur, cəhətlər olur ki, məsələn, təqdimat zamanı ya yetərincə hazırlaşmır, ya orada öz belə deyim də ideyasını tam olaraq qarşı tərəfə çatdıra bilmir və bu zaman ümumiyyətlə onların həmin bu səbəbdən startapların daha çox məsələn təlimlərə və mentor dəstəyinə ehtiyacı var. Eyni zamanda qeyd edeyim ki, yəni startap şəhadətnaməsini almaq üçün müraciət etmiş və eyni zamanda bu sənədi ala bilməyənlər üçün Kobiyanın xüsusi bir hazırlıq proqramları da olur ki, yəni onları da məsələn o hazırlıq proqramına cəlb eləməklə onlara müəyyən bir dəstək göstərilir. Startap şəhadətnaməsini ala bilməyib, əlbəttə ki, startap şəhadətnaməsini ala bilməmək üçün imtina səbəbi olduqda konkret olaraq sahibkarın özünə bu barədə məlumat verilir. Tutaq ki, məsələn, bal qiymətləndirilməsində baxan zaman görürlər ki, məsələn, orada qeyd olunur ki, sahibkarın təqdimatı məsələn zəif olduğu təqdirdə, yəni sahibkar bu təqdimatını daha çox məsələn inkişaf elətdirib yenidən müraciət etmə imkanları var. Yəni hər bir sahibkarın imtina aldığı təqdirdə də baxmayaraq onun istənilən vaxtı yenidən startap şəhadətnaməsini almaq üçün müraciət etmə imkanı var. Amma sadəcə o siz necə burada bir məqam var ki, tutaq ki, prosedur baxımından bayaqlam qeyd elədim ki, orta sahibkardırsa, yəni bu sahibkar nə qədər müraciət eləsə də bu imtina alacaq da məsələn. Sonra layihəsində innovativlik yoxdursa, yəni nə qədər də o müraciət eləsə yenə də imtina alacaq da ondan. Amma elə layihələr var ki, məsələn təqdimatında hər hansısa bir qüsur olan və yaxud da təqdimatının belə deyim yetərincə hazırlıqlı olmamağı məsələn, sahibkar onu əlbəttə ki, onu hazırlayıb daha da inkişaf elətdirib özünün təqdimatını yəni yenidən müraciət edərək startap şəhadətnaməsini almaq üçün müraciət edə bilər. Danışdıq bu haqda ki, 3 il müddətinə vergi güzəştləri təqdim edir startap şəhadətnaməsi. Bəs bundan başqa nələr təklif eləyir sahibkarlar üçün? Birbaşa olaraq, yəni güzəşt baxımından baxanda, yəni startap şəhadətnaməsi 3 il ərzində müddətinə vergi güzəşti təqdim edir. Amma buna baxmayaraq digər bir məsələyə də diqqət eləmək lazımdır ki, sahibkar müraciət etdiyi təqdirdə o startap ekosisteminə daxil olmuş sayılır.
Misal olaraq elə bil ki, bu bildiyiniz kimi ümumiyyətlə startap şəhadətnaməsi aldığı təqdirdə biz bunu ancaq bizim siyahı olaraq məsələn götürmürük. Bu eyni zamanda Dövlət Vergi Xidmətinə də göndərilir və eyni zamanda Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin də aidiyyəti qurumlarına göndərilir. Yəni onlar da bu cəhətdən məlumatlı olsunlar. Yəni bu startap şəhadətnaməsi alıb həmin o sahibkar və ona uyğun olaraq da ona dəstək göstərmək olar. Tutaq ki, məsələn mən bir misalı qeyd eləyəcəm. Bizə bir sahibkar müraciət eləmişdir. Sahibkar müraciət eləyəndə ona sual verib ünvanlanmışdı ki, siz kənd təsərrüfatında ümumiyyətlə bu məşğul o sahədə məşğul olan startapdır da bu. Və eyni zamanda kənd təsərrüfatı da bu vergidən azaddır. Nə üçün müraciət eləyirsiniz? Hansı güzəştlər əldə edəcəksiniz? Sahibkarın orada ümumiyyətlə qeyd elədi ki, mənim üçün burada önəmli olan məsələ vergi güzəşti deyil. Mənim üçün önəmli olan məsələ bu ekosistemə daxil olmaqdır. Hansı ki ekosistemə daxil olandan sonra həmin o sənəd ona əsas verir ki, bəli, bu ölkədə startap kimi həqiqətən tanınır və eyni zamanda startap şəhadətnaməsi aldığı üçün bunun həmin o sahibkarın layihəsi daha innovativ layihədir və digərləri məsələn. Bu məsələlər yəni ona bir üstünlük qazandırır. Bundan başqa da ki, qeyd edeyim ki, biz indi misal olaraq qeyd edeyim ki, startapla bağlı məsələlər olanda və yaxud da dəstək göstərəndə, tutaq ki, məsələn xarici ölkələrdə keçirilən startap yarışmalarına ümumiyyətlə dəstək göstərəndə, əlbəttə ki, startap şəhadətnaməsini almış sahibkarları biz əsas götürürük və onlara dəstək göstəririk. Bu tərəfdən də məsələn sahibkar üçün bir özəl belə deyim də, yəni bir dəstək olur ki, o siyahıda olduğu üçün adam həmin şəxsin adı, sahibkarın adı, ona görə də bu dəstək göstərilir. Bəs Atiq müəllim, startap şəhadətnaməsi əldə etmək üçün hara və necə müraciət etmək lazımdır? Yəni bu çox sadədir. Ümumiyyətlə özümüz çalışırıq ki, bu cəhətdən çox sadə bir metoddan istifadə eləyək. Yəni nəzərə alsaq ki, startapdır və bu startap biz mütləq olaraq agentliyə gəlib müraciət etmək kimi bir özəlliyi olmamalıdır. O öz yerində, öz otağında və yaxud da xaricdə, harda olmağından asılı olmayaraq startap şəhadətnaməsi almaq üçün Kobiyanın ümumiyyətlə elektron e-maili var ki, qeyd edim burada kimi info@smb.gov.az e-maili var ki, elektron poçtu var ki, ora müraciət eləyə bilərlər. Qeyd edim ki, agentliyə daxil olmuş ərizə həmin gün qeydiyyata alınır və müraciət və ona əlavə edilmiş sənədlərlə birlikdə 30 gün müddətinə baxılır. 30 iş günü yoxsa təqvim günü? 30 təqvim günü əslində baxılır və qiymətləndirilməsi üçün ekspertlər şurasına təqdim olunur. Bu prosedurların hamısı bu 30 gün çərçivəsində həyata keçirilir. İndi ekspertlər şurasının rəyi əsasında agentlik startap şəhadətnaməsinin verilməsi ilə bağlı və yaxud da ki, ondan imtina edilməsi ilə bağlı qərar çıxarır. Əlbəttə ki, o qərara da ki, bu belə deyim də ekspertlər şurasının tərkibində olan hansı ki, məsələn, onu da sadalayım hamı üçün məsələn aydın olsun məsələlər. Eyni zamanda İqtisadiyyat Nazirliyindən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən, ondan sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiya ilə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyidir, Milli Elmlər Akademiyasının nümayəndəsidir və bu və azad ekspertlər bu ekspertlər şurasında ümumiyyətlə iştirak eləyir. Onların qiymətləndirilməsindən sonra ümumiyyətlə qərar verilir ki, bəli, şəhadətnaməni ala bilərsiniz və yaxud da almaya bilərsiniz. Startap şəhadətnaməsini aldığı təqdirdə həmin şəhadətnamənin özü təqdim olunur sahibkara və yaxud da imtina olduğu təqdirdə bu ilə bağlı əsaslı olaraq imtina sənədi göndərilir sahibkara. Yəni belə başa düşdüm ki, bütün proseslər onlayn şəkildə ola bilər. Düzdür? Bəs fiziki olaraq yəni necə müraciət edə bilər? Əlbəttə ki, fiziki olaraq da müraciət edə bilərsiniz. Mən onlayn misal üçün elə adam var ki, bildim, elə adam var ki, biraz belə deyim, texnikadan uzaqdır. Uzaq olsa da yenə də startapı var da hansısa. Bilirsiniz necədir? Mən tutaq ki, məsələn qeyd eləsəydiniz bu grant məsələsini, mən aydın olardı ki, bəli, bu texnologiyadan uzaq olmalı ola bilər və müraciət edim. Amma nəzərə alaq ki, bu startapdır. Yəni startapda texnologiyadan uzaq və yaxud da ki, innovativlikdən uzaq və bu ümumiyyətlə texnikanı bilməmək kimi belə hallar, yəni mümkün yəni deyil. Amma buna baxmayaraq ona yenə də şərait yaradılır. Yəni o demək deyil ki, bəlkə ola bilər ki, sahibkar gəlib ümumiyyətlə
ümumiyyətlə yerindəcə başqa sualları yarana Bəli. bilər belə. Onun üçün də şərait Onun var. üçün. Bakı Kob evlərinə də müraciət edə bilərlər və yaxud da ki, birbaşa olaraq agentliyə gəlib yenə də müraciət elə ərizəni özü qeyd edib, yenə də müraciətini eləyə bilər. Orada heç bir belə sıxıntı yoxdur. Sadəcə olaraq mən daha çox bu onlayn tərəfini ümumiyyətlə qeyd elədim ki, qoyanlar sahibkardırlar, startaplardılar. Yenə də dedim bu məsələdə bu tərəfini də dəqiqləşdirək. Keçək növbəti sualımıza. Şəhadətnamə almış startapların 3 illik müddətdə etməli olduğu prioritet addımlar hansılardır və belə koblara tövsiyələriniz nədir? O bayaqlam qeyd elədiyim kimi startap şəhadətnaməsini almış ümumiyyətlə startaplar 3 il ərzində ümumiyyətlə vergi güzəşti əldə olunur. Ümumiyyətlə sahibkarlar artıq gəlir əldə edirlərsə və eyni zamanda aktiv böyümə mərhələsindədirlərsə, bu zaman layihələrin ümumiyyətlə startap şəhadətnaməsinin alınması üçün, yəni mən tövsiyə eləyirəm. Yəni onlar həmin vaxt alınması daha yaxşıdır. Bundan başqa bir məsələni də qeyd edeyim ki, bayaqlarım o qeyd elədiyim ki, güzəştin eyni zamanda sahibkarın baxışı nöqteyi nəzərdən ya güzəşt əldə etmək istəyirsə müraciət edir və yaxud da ki, bu ekosistemə daxil olmaqdan ötəri istəyirlərsə, bəli, o həmin vaxt o cür istəyirlərsə, güzəşt istəmirlər və eyni ekosistemə daxil olmasıdır. O zaman da tövsiyə edirəm ki, sahibkar startap şəhadətnaməsini ala bilərlər. Və əsasən startaplar ölkə üzrə, bəs sərhədləri aşan startaplarımız varmı? Startaplarımız bəli, mən qeyd edirəm ki, sərhədləri aşan startaplarımız var və eyni zamanda bu bizim üçün belə deyim də qürur verici bir haldır. Mən hamısını sadalaya bilmərəm burada. Yəni onların layihələrinin ətraflı danışa bilmərəm, amma qısa olaraq bəzilərini məsələn qeyd edeyim ki, məsələn Azərbaycan startapı var ki, Doktor Agrodur. O Niderland şirkəti ilə tərəfindən satın alınmışdı, həmin o Doktor Agro. Bundan başqa onlayn təhsil platforması olan Metatesk startapının təsisçisi Günay İmanzadə var ki, Forbes jurnalının dərc etdiyi elə ki 36-30 məsələn bu siyahısında ümumiyyətlə qeyd olunub. İngilis dilindədir, yəni təxminən 30 belə qeyd edirəm həmin jurnalın siyahının adı. Bundan başqa qeyd edim ki, Azərbaycanlı gənclər tərəfindən qurulmuş Uniboard təhsil platforması dünyanın ən yaxşı təhsil startapları arasında London şəhərində Microsoft-dur, Meta-dır, Samsung kimi şirkətlərin məhsulları ilə birgə sərgilənmişdir. Və digər bir məsələ isə kağız çeklərin rəqəmsallaşdırılması platforması var ki, Resept adlanır, həmin o startapdır. 7-9 may tarixlərində Əbu-Dabidə şəhərində keçirilən və dünyanın 100-ə yaxın ölkəsindən startapların öz layihələrini hansı ki investorlara təqdim etdiyi illik investisiya toplantısında təmsil olunmuşdur və müsbət heyətinin favorit layihələr arasında da eyni zamanda layihə yer almışdı. Natiq müəllim, bəs startap ekosistemində özəl sektorun rolunu necə dəyərləndirirsiniz? Bildiyiniz kimi ümumiyyətlə qeyd edeyim ki, startap ekosistemi genişlənir və daha da çox güclənir. Prosesin davamlı olması, startapların uğur qazanması üçün maliyyə dəstəyi və investisiya imkanlarının artırılması çox vacib bir məsələdir. Eyni zamanda qeyd edeyim, startap və innovasiya sahəsində investisiyaları ən çox sevən və eyni zamanda sərmayə qoyuluşuna ən sürətlə geri dönüşü olan və yüksək gəlir gətirən bir sahələrdəndir. Beynəlxalq təcrübə ümumiyyətlə göstərir ki, startap ekosisteminə daha çox vəsait xərcləyən ölkələr daha çox uğur qazanmış olurlar və eyni zamanda Azərbaycan gənclərində öz savadlarıdır, dil və baza texnik biliklərinə görə regionlar arasında ilk yerlərdən də bildiyiniz kimi birini tutur. Zəncirin isə çatışmayan halqası ekosistemə daha çox maliyyə vəsaitinin qoyulması məsələsidir ki, yeni dəstək mexanizmləri bu sahədə işə salınmalıdır. Burada qeyd edeyim ki, yəni hər şeyi biz dövlətdən istəmək düzgün deyil, olmazdı. Burada dövlətlə yanaşı özəl sektorun üzərinə də burada böyük bir işlər düşür. Ümumiyyətlə qeyd edeyim ki, gələcək planlarımızda da bizim dövlət özəl tərəfdaşlığı mexanizmi çərçivəsində venture fondlarının ümumiyyətlə yaradılmasıdır və eyni zamanda startap inkişaf mərkəzlərinin daha da çox belə deyim də genişləndirilməsi məsələləri, yəni bu istiqamətdə daha çox səylərimizi davam etdiririk. Və sonuncu sualım, biz startap şəhadətnaməsi haqqında çox danışdıq. Bəs ümumiyyətcə Kobiya startap şəhadətnaməsi ilə yanaşı innovativ sahibkarlığı dəstəkləyən hansı dəstək və xidmətləri göstərir?
Qeyd edeyim ki, yəni innovativ sahibkarlığın inkişafı yalnız yəni startap şəhadətnaməsi ilə yəni deyil və eyni zamanda burada digər bir dəstək mexanizmləri də var. Bunlar hansı ki, bir-birindən halqavari olaraq bir-birindən bağlı olan bir sahələrdir. Misal olaraq qeyd edeyim ki, startap və innovativ layihələrin müəlliflərinin ümumiyyətlə biznes biliklərinin artırılması üçün təlimlərdir, mentorluq proqramlarıdır, ondan sonra maarifləndirici seminarlardır, konsultasiya xidmətləri olunur. Bu hansı ki, onların maarifləndirilməsi istiqamətində bir dəstək göstərir. Bununla yanaşı ümumiyyətlə startapların investorlarla, maliyyə və potensial tərəfdaşlarla əlaqələrin qurulmasına baxımından dəstək göstərilir və yaxud da bu digər bir məsələ onların məhsullarının yerli və eyni zamanda beynəlxalq sərgilərdə, forumlarda və digər tədbirlərdə sərgilənməsi, nümayiş etdirilməsi məsələsinə də diqqət eləyirik. Bundan başqa da ki, ümumiyyətlə qeyd edeyim ki, grant layihəsimiz var ki, hansı ki grant layihəsinin öz tərkib hissələrində də startaplar əksəriyyən startaplar yer tutur. Və bu qeyd edeyim ki, həm startap alanlar, həm də ki grant alanlar, yəni ikisindən də yararlanan, dəstək mexanizmindən yararlanan sahibkarlar da çoxdur. Hər ikisindən yararlanıblar. Məsəl üçün mən qeyd edeyim ki, elə var ki, məsələn grant layihəsindən grant qazanıb, ümumiyyətlə layihəsi uğur qazanıb. Daha sonra isə o inkişaf elətdirdikcə və müraciət edib artıq startap şəhadətnaməsinin alınmasına. Və sonra isə digər bizim dəstək mexanizmlərimiz ümumiyyətlə sərgilərdə iştirak məsələsi var ki, artıq gediblər öz belə deyim də məhsullarını nümayiş etdirməyə. Yəni ona görə sözümün əvvəlində qeyd edirəm ki, bir-birləri ilə, yəni zəncirvari bağlılıqları var bunlar. Hansı ki, birinci mərhələdə maarifləndirmədir, digər bir də maliyyə məsələsindən maliyyələşdirilməsidir, üçüncü məsələsindən vergi güzəştinin əldə olunmasıdır, digər sərgilərdə iştirak məsələsidir. Ondan sonra artıq sahibkarın inkişafına baxımından, yəni forumlarda və digər toplantılarda bayaqlam qeyd etdiyim məsələlər, hansı ki, illik investisiya toplantısı sərgisi var ki, orada məsələn onların dəstək olunur ki, iştirak eləsinlər sahibkarlar. Natiq müəllim, təşəkkür edirəm ətraflı cavablarınız üçün. Çox maraqlı söhbətimiz alındı, düşünürəm ki, sizi yenidən studiyamıza görməyə şad olarıq. Təşəkkür edirəm, çox sağ olun. Xatırladım ki, studiyamızın qonağı Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Biznesə Xidmətlər Departamentinin müdiri Natiq Heydarov idi. Bununla da iqtisadi həftə verilişi sona çatır. Facebook və YouTube-da bizim CBC FM Azərbaycan səhifələrinə abunə olmağı unutmayın. Sağ olun.